gözəlliyi görməyi bacarmaq və gözəl olanı gözəl şəkildə ifadə etməyin adıdır. Daxili ruh, Aha. xarici ruhdan ilham alır. Görünəndə görünməzi görə bilməyə bir sənət deyirik. İslamın gözəlliyə, estetikaya, sənətə baxışı bambaşqadır, fərqlidir. Təşviq var orada. Allah gözəldir, gözəlliyi sevər. İslam mədəniyyətinin ana mənbəyi, qaynağı Qurani-Kərim. İslam incəsənətində bünövrə əxlaqdır. Bir məscidi, bir məbədi, bir mədrəsəni yenə İslam mədəniyyəti ərsəyə gətirdi. Gözəl qəlb sahibləri əxlaqən cılızlaşa bilməzlər. Bütün insanlar dinindən, məzhəbindən, irqindən, millətindən fərqli olmadan, fərq qoymadan hamısı Allahın əsəri deyilmi? Salam hörmətli tamaşaçılar, İman verilişinin növbəti buraxılışı efirdədir. Bugün İslam və incəsənət mövzusunu müzakirə eləyəcəyik. Qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sənətşünas Zaur Orucovdur. Zaur müəllim həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əl Yazmalarının İnstitutunun Əl Yazmalarının Gigiyenası və Bərpası Laboratoriyasının müdiridir. Zaur müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Bugün sizinlə biz İslam və incəsənət mövzusunu müzakirə eləyəcəyik. Bu mövzu fikrimcə son dərəcə mühüm və aktualdır. Ona görə ki, söhbət İslamın incəsənətə münasibətindən gedir. Siz sənətşünassınız və eyni zamanda İslam incəsənəti sahəsi üzrə mütəxəssissiniz. Hər şeydən əvvəl mövzumuza belə bir sualla giriş edək. İncəsənət nədir? Biz nəyə incəsənət deyirik? Bizim İslam mədəniyyətimizdə belə müdrik bir ifadə var. Görünəndə görünməzi görmə hadisəsinə biz sənət deyirik. Görünəndə görünməzi görmək. Aha. Belə bir ifadə var. Bəlkə icazə verərsinizsə mən ona bir balaca giriş paragraf açım ki, başa düşülsün bu nə deməkdir. Bir ili Daşkənddə bir aylıq bir əbru sənəti dərsləri verdim. Orada bir tələbəm yaxınlaşdı mənə. Belə çox da ciddi, yaş olaraq da biraz yaşı var idi. Dedi, ustaz, mənim bir problemim var şəxsi. Olar mı kənarda söhbət eləyək? Çəkildik, kənarda söhbət elədik. Dedi, mənə bir şeylər olub. Dedim, xeyir olsun, nə olub? Dedi, mən hər gün evdən işə gedirəm, parkın içindən yeriyirəm. Orada bir sürü ağac, çiçəklər var. Amma heç birisinə mən fikir verməmişəm. İndi telefonunu çıxartdı, göstərdi ki, oradakı çiçəkləri çəkib, yaxınlaşdırıb, detayları çəkibdi, içindəki cizgilərini çəkibdi. Dedi, mənə nəsə olubdu, deyir. Dedim, mübarək elə buydu da bizim arzu elədiyimiz. Yəni, hər insan baxır, amma görə bilmir. Qulaq asır, amma eşidə bilmir. Bu, həmin insanın gözəllik duyğusu ilə bağlı ola bilərmi? Bəli. Orada dərs prosesində bir şeylər olur bu insana. Artıq insan təfsilatlı görməyə başlayır. Fərqində olmağa başlayır. Görünəndə görünməzi görməyə başlayır. Sadə Şirazi deyir ki, düşən bir yarpaqda hikmət əhli üçün çox böyük möcüzələr var. Düşən bir yarpaqda, ağacdan qopub düşən bir yarpaqda çox böyük hikmətlər var. Bəli. Çünki onun arxasındakı qüdrəti görə bilməkdir. Bir kiçicik toxumun içinə sən get, biraz nisbi rütubətdə, nə bilim, istilikdə patla, kök tap, get suyun mənbəyini tap, oradan böyük ağac ol, meyvələr ver və də bu neçə yaşı olacaqsa, o proqramı ona kim yazıb? O balaca mərci boyda olan toxuma o proqramı kim yazıb? Ona görə Sadə Şirazi deyir ki, düşən bir yarpaqda hikmət əhli üçün onun arxa planındakı qüdrət. Görünəndə görünməzi görə bilməyə biz sənət deyirik. Sənət budur. Baxın, Zaur müəllim, bəzi insanlar sənət adı altında elə məhsullar təqdim edirlər ki, həmin şeylər bizdə estetik heyranlıq yaratmır. Yaxud bizdə estetik duyğunu formalaşdırmır. Biz ümumiləşdirsək belə deyə bilərikmi ki, o əsəri biz sənət hesab edə bilərik ki, o
tamaşaçıda estetik heyranlıq yaradır və onda estetik zövqün formalaşmasına yaxud estetik duyğunun formalaşmasına gətirib çıxarır. Yəni biz hər şeyi sənət adlandıra bilmərik, deyilmi? Belə bir ifadə var. İcazənizlə mən oradan davam edim. Daxili ruh xarici ruhdan ilham alır deyə belə bir söz var. Daxili ruh xarici ruhdan ilham alır. Bəli. Bunun bir misalı tamaşaçılarımız üçün də maraqlı olar. Bir yerə səyahət edirik. Oradakı o gözəllik insana heyranlıq verir. Təbiətin gözəlliyi. Niyə? Çünki içimizdəki ruh o xarici ruhdan ilham alır. Belə olanda insanı gözəlləşdirir. Amma elə əsərlər var ki, insana ruh verə bilmir. Çünki özünün ruhu yoxdur. Məsələ burasındadır. Böyük ruh sahibləri ancaq böyük sənət əsərləri yarada bilərlər. Bəli. Xırda ruh sahibləri heç vaxt sənətə imza ata bilmirlər. Sizin sözünüzü biz əgər xülasə etsək. Zaur müəllim, bəzən görürsən ki, çəkdiyimiz rəsm, yaxud düzəltdiyimiz plastilin heykəllər bizdə estetik heyranlıq oyadır. Əlbəttə ki, o estetik heyranlıq oyada bildiyi halda biz onu sənət adlandırırıq. Yaxud görürsən ki, sənət adı altında təqdim olunan elə əsərlər vardır ki, biz ona tamaşa etdikdə bizi heyrət bürümür. Yaxud biz estetik cəhətdən, mənəvi cəhətdən həzz ala bilmirik. Bu baxımdan fikrimcə incəsənət gözəlliyi görməyi bacarmaq və gözəl olanı gözəl şəkildə ifadə etməyin adıdır. Bəli. Çünki məhz gözəl mahiyyətlər üzərində incəsənət bina edilməlidir. Əgər gözəlliyi biz məsumanə formada, gözəl formada təsvir edə, ifadə edə bilmiriksə, əlbəttə ki, biz ortaya qoyduğumuzu əsla sənət adlandıra bilmərik. Sizcə, Zaur müəllim, insan, belə bir deyim var, insan həm bioloji varlıqdır, insan həm intellektual varlıqdır, insan həm də estetik varlıqdır. İnsanın estetik varlıq olmağı nə mənaya gəlir? İnsan, bax, intellektual insandan, yaxud bioloji insandan bu estetik insanı nə fərqləndirir? İslam mədəniyyətimizdə belə bir şey var. İnsandakı heyvani hissləri ruhani hisslərə çevirməyə çalışır İslam ümumiyyətlə. Bəli, bəli. Çünki bizim biolojik quruluşumuz heyvanat aləmindən müştərəkdir, eynidir. Eynidir. Amma o heyvani hissləri ram edib ülvi, ruhani hisslərə qaldırır İslam və İslam mədəniyyəti. O vaxtı biz o baxdığımız əsərdəki şeyi o hisslərlə görə bilirik. Misal üçün, bağa girən bir heyvan, canlı, oradakı dünyanın ən gözəl gülünü necə görür? Qida kimi görür. Bu qədər. Çünki onun heyvani hissi onu yemək kimi görür. Amma insan ruhani hissləri olduğuna görə orada başqa-başqa mənalar görür. Təbii ki, insanın özünə görə, xarakterinə görə, kimisi sadəcə rəngdən ibarət, qoxudan ibarət görə bilər. Bayaq dediyim kimi Şirazidəki, kimi də ki, onun arxasında görünməyən dünyalara dalar, başqa fərqli-fərqli bir şair ruhlu insan oradan mülhəmlə bir şeir yazar. Bu Yaxud Zaur müəllim, insan elə səviyyəyə enə bilər ki, o güllərdəki gözəlliyə sadəcə bioloji nəzərlərlə baxar və hətta onu əzib keçə bilər, qırıb ata bilər. Fikrimcə bu cür insanlar estetik zövq sarıdan, gözəlliyi hiss etmə sarıdan korluq çəkən insanlardır. Elə bilirəm ki, uşaqlığından o gözəlliyi sevmə əsasında tərbiyə olunan şəxslər daha çox sənətkar ola bilirlər. Sənətdəki gözəlliyi hiss eləyə bilirlər, yaxud gözəl sənət nümunələri meydana çıxarırlar. Bəli. Zaur müəllim, madam ki, incəsənətdən danışırıq, incəsənət bu qədər mühümdür,
insanın estetik duyğuları ilə əlaqəlidir. İnsanın ruhu ilə birbaşa əlaqəlidir və dediniz ki, böyük ruh sahibləri böyük sənət əsərləri yarada bilirlər. İslamın incəsənətə baxışı necədir? İslam ümumiyyətlə incəsənətə hansı münasibəti bəsləyir? Bəzən deyirlər ki, İslamla incəsənət bir-birinə zidd sahələrdir. İslam bütünlükdə dindir, ayinlərdən ibarətdir. Burada estetik zövqə, gözəlliyə, incəsənətə yer ola bilməz. Siz nə düşünürsünüz? Mən belə bir misal çəkmək istəyirəm. Nə qədər doğrudur misalım bilmirəm. Məşhur Ziya Paşanın gözəl bir sözü var. Deyir ki, aynəsi işdir kişinin, lafa baxılmaz. Yəni, bir insanın işi onun güzgüsüdür. Gərək sözə ehtiyac yoxdur. İndi 1400 illik İslam mədəniyyətində görülən, ərsəyə gətirilən işlər elə onun özünün gözəlliyinin nümunəsidir. Burada artıq sözə ehtiyac yoxdur. Yəni, İslam, belə deyək də, Azərbaycanımızda olsun, tarixi abidələr, Şirvanşahlar sarayı olsun, oradakı məscid olsun, məbədlər olsun, dünyanın ən məşhur yerlərindəki İstanbuldakı Süleymaniyə olsun, 16-cı əsr Təbrizdəki Göy məscid olsun. Bunlar bir gecədə Marsdan gətirib ora qoymadılar ki. Onu ərsəyə gətirən İslam mədəniyyətidir. Deməli, İslamın gözəlliyə, estetikaya, sənətə baxışı bambaşqadır, fərqlidir. Təşviq var orada. Ki, Allah Quranda da buyurur, baxışı, gözəlliyə baxışı təşviq eləyir. Hətta Peyğəmbərimiz övladının dəfn mərasimində qəbrin torpağında əyrilik olur. Əlindən göstərir, deyir ki, o əyriliyi düzəldir. O əyriliyi düzəldirlər. Və əlavə elədi ki, o əyriliyin ölüyə dəxliyyəti yoxdur. Heç bir zərəri, faydası yoxdur, bəli. Sadəcə Allah gözəldir, gözəlliyi sevər ifadəsini verir orada. Yəni, burada bir baxış bucağı bizə göstərir. Torpağı, yəni qəbir qazsan belə onu gözəl, səliqəli ilə. Bu da Peyğəmbərin əslində estetik cəhətdən nə qədər zövqlü bir insan olduğunu göstərir. Bəli. Bəlkə də deyə bilərim ki, dünyanın ən möhtəşəm insanıdır Peyğəmbərimiz. Çox təmizkar. Təmizkarlığı, sənətə baxışı, hadisələrə baxışı. İndi təbii ki, elə olduğuna görə bir Allah-Taala cəmiyyət içindən, hələ o cəmiyyət içindən Peyğəmbər olaraq çıxardır. Hüsn xət sənətinə baxırıq, adı üstündə. Hüsn xət. Gözəl xət. Bəli. Gözəl yazma. Yeganə xət növüdür ki, cismani alətlərlə ərsəyə gətirilən ruhani həndəsə adını almış bir şeydir. Ruhani həndəsə. Cismani alətlərlə ərsəyə gələn ruhani həndəsə. Yeganə xət sənətinə bu ad verilibdir. Xəttatlığa baxsaq, dünyanın ən gözəl estetik nümunələri yazılıb. Tərtibata baxsaq, dünyanın ən gözəl tərtib olunan kitabı Qurani-Kərim. Təzhibinə, naxışlarına diqqət eləsək, dünyanın ən gözəl, ən zərif işi görülüb. Bəli. Bu, yenə də deyirəm, bayaq misalındakı kimi, bir gecədə Marsdan gətirmədilər ki, gətirin bunu, alın sizin kitabınızda. Bunu müsəlmanlar, İslam mədəniyyəti ərsəyə gətirdi. Bir məscidi, bir məbədi, bir mədrəsəni yenə İslam mədəniyyəti ərsəyə gətirdi. O estetik zövqü, indi bəzən sizin sözünüzə, bayaqki sözünüzə qüvvətən elə abidələr tikilir, deyir ki, ehtiyac yoxdur orada hər hansı bir bəzəyən naxışa. İndi, amma öz evində o naxışı bəzəyi istəyir. Deməli, bir zövq var. Amma niyə qınağa gətirir o zövqü, İslama yaxır? Halbuki İslamda elə bir qadağa yoxdur. Halbuki siz yaxşı bilirsiniz ki, biz düzəltdiyimiz və heyran olduğumuz elə gözəl şeylər var ki, onun maddi faydası bizə toxunmur. Məsələn, paltardakı naxış, boşqabdakı rəsm, gül rəsmi, nə o paltarı geyərkən bizi daha çox isitmir, nə də o cür rəsmin olduğu boşqabda yemək yeyərkən yemək daha da dadlı olmur. Yəni, hər şeyi maddi fayda ilə ölçmək olmaz. Əksinə, bu bizə mənəvi zövq verir. Əgər biz məsələyə mənəvi zövq aspektindən yanaşmasaydıq, onda evlərimiz quru,
Ağ-qaradan ibarət olardı. Avtomobil seçərkən də əsas diqqətini onun rahatlığına verərdik. Yaxud geyim seçərkən də əsas diqqəti verərdik ki, üstümüzü örtür, bizi soyuqdan və yaxud istidən qoruyur. Halbuki biz bu şeyləri seçərkən onun maddi fayda aspekti ilə yanaşı, həm də onun mənəvi cəhətdən zövq yaradan aspektini də nəzərə alırıq. Bunlar insanın fitrətində olan duyğulardır və İslam incəsənətində də bunlar həmişə olmuşdur. Zaur müəllim, mən orada əlbəttə, buyurun. Əlavəmiz olacaq, icazəniz olarsa. Buyurun, buyurun. Tolstoyun çox gözəl bir ifadəsi var. Deyir ki, bir mədəniyyət ilahi mənbədən qidalanmalıdır. Əgər ilahi mənbədən qidalanmasa, o süquta məruz qalacaq, yox olub gedəcək. Tolstoyun fikridir. Çox da möhtəşəm bir fikirdir. İslam mədəniyyətinin ana mənbəyi, qaynağı Qurani Kərimdir. Bəli. Çünki Qurani Kərim hər daim özünü təzələyən bir kitabdır. Özünü təzələyir. Beləliklə, iqtibaslar, nümunələr, ilham Qur'andan alındığına görə günümüzə qədər gələn əsərlər möhtəşəmdir. Hər hansı bir, bu da səhvdir deyəcəyimiz bir yeri yoxdur. Çünki görülən işlərə, indi xəttatlıqdan bəhs elədiniz. Bəli. Bir minarə tikirsə, minarə ucaldırsa və yaxud da bir məscid ucaldırsa, adam oturur, baxır ki, bir minarəyə aid Quranda görəsən nə var? Ayə var, deyir ki, insanları sülhə çağıran, ibadətə çağıran və mən müsəlmanlardanım deyən kəsdən daha gözəl səsli kim ola bilər? Buyurun, bu da minarəyə aid bir xət. Yəni, Qurani Kərimdə mədəniyyətin bütün sahələrinə ayələr var. Sadəcə baxan görə bilir ki, bu buraya uyğundur. Tarixdə də bu var. Hər işdə bulaq, çeşməmi qurublar. Tez Qurana müraciət ediblər ki, görək burada suya aid Allah Taala'nın, ki bugün günümüz dünyamızın problemlərindən birisidir. Suya aid nə var? Baxarlar ki, Allah Taala deyir ki, biz sizə deyir, təmizlənmiş su endirdik. Yəni buludların içindən təmizlənmiş saf su endirdik. O ayəti götürüb ora qoyublar. İqtibaslar. Durmadan Qur'anla həmhal olduğuna görə bu səfər də insanların fərqi yoxdur burada hansı dindən olur olsun. Bəli. Çünki hamının daşıdığı ruh bir mərkəzli ruhdur. Bir mərkəz, bugünkü dünya ilə desək, və yaxud da bugünkü terminlə desək, bir mərkəzə bağlı ruhdur. Eynidir, yəni hər kəsdəki ruh eynidir və beləliklə hamı qida alır. Daxili ruhu xarici ruhundan qida alır. Bunun bir nümunəsi bizim mədəniyyətimizə aid olan abidələri əcnəbilər gəlir, heyranlıqla seyr eləyir. Onu heyran eləyən nədir? Onu cəlb edən nədir oradakı? Mesela, bu sual. Onları adi daş parçaları cəlb eləmir. Görünür, o mədəniyyət nümunələrindəki ruh, mədəniyyət nümunələrindəki canlılıq, mədəniyyət nümunələrindəki estetik zövq onları cəlb edir və heyran buraxır. Siz, Zaur müəllim, Qurani Kərimdən danışdınız. Biz tez-tez Qurani Kərimin ayələrində təbiətin, səmanın, insanın, yaradılışın gözəlliyinə diqqəti çəkən motivlərin şahidi oluruq. Allah tez-tez Qurani Kərimdə gözəllikdən danışır. Sizcə insandakı, digər canlılardakı, təbiətdəki, kainatdakı gözəlliyə diqqəti çəkməklə Allah hansı mesaj vermək istəyir? Yaxud Allah bizdə nəyin formalaşmasını istəyir? Vüsal müəllim, deməli, İslam mədəniyyəti, ümumiyyətlə İslam dini insan mərkəzlidir. Çünki xitab insanadır. Quran insana nazil olub. Beləliklə, insan ailəni, cəmiyyəti, xalqı, milləti, dövləti ərsəyə gətirən bir obrazdır, bir məhfumdur. Bəli. Ona görə Allah Teala onun üzərində onu inkişaf elətdirir. Və yaxud da belə deyək, fabrika əyarlarımızı Allah Teala bizdən daha yaxşı bilir. Bilir ki, bu, necə ki, belə sıravi bir misal verim. Hər kəsin miniyi var da, bilir ki, bu miniyi benzinlə mi işləyir, dizellə mi işləyir? Bunu bilir də, düzdürmü?
Bilir və ona görə hərəkət edir. Və yaxud da yağını dəyişdirəndə, indi mən biraz haşiyədən kənara çıxıram. Bu adi bir misaldır da və yaxud da əlimizdəki telefonlarımızın funksiyalarını, qabiliyyətlərini necə biliriksə, bizi yaradan da bizim qabiliyyətlərimizi çox gözəl bildiyinə görə onu gözəlləşdirəsi bir fərdi olaraq insanı, onun da davamında ailə, cəmiyyət, dövlət və Allahın arzu elədiyi şeyin üçün sualıza gəlirəm. Burada da yenə bir misalla bir şey verəcəm. Komando hərbiçilərin bir təlimi var. Deməli, əllərini, qollarını bağlayıb, gözünü də bağlayıb, helikopterlə uzaq bir məsafəyə o adamı ora atırlar. Onun vəzifəsi bir kere əlini, qolunu açacaq, gözlərini açacaq, yeri təyin eləyəcək. Evet. Şimaldadır, cənubdadır, qərbdədir, hardadırsa yerini təyin eləyəcək. Ac, susuzdursa ayaqda qalmağa çalışacaq. O vəhşi təbiətdə özünü müdafiə edib hərbi hissəsini tapacaq. Bunun vəzifəsi budur. Beləliklə yetişir əskər olur. Sanki misalım bəlkə şey ola bilər, məni bağışlasın da, sanki Cenab-ı Allah da bizi bu dünyaya göndərməklə gəldiyi yerə tapmağı bizi arzu edir. Yəni O əskərin hərbi hissəsini necə ayaqda sağ qalıb tapacağı kimi bizi də dünyaya göndərib kimin göndərdiyini, hara gedəcəyini bilməsi üçün bizi bura göndərir. Allah gözəldir, gözəlliyi sevir. Çox vaxt bu hədisi hər kəs təkrarlayır. Amma burada nədən söhbətin getdiyini bir çoxumuz başa düşə bilmirik. Sizcə estetika baxımından, yaxud estetik zövqün formalaşması baxımından bu hədis nə ifadə edir? İbadətlə yanaşı gözəllik də insanı Allaha yaxınlaşdıra bilərmi? Belə bir şeylə girmək istəyirəm sualıza cavab üçün. İbadət, din zərb-i məsəl versək, Elvisal müəllim, bir insanın giydiyi libasa bənzəyir. O libasın içindəki adam cılız və yaxsa əndamı əyri-üyrüdürsə, dünyanın ən gözəl libası nə olacaq? Yaramayacaq. Yaramayacaq. Allah Teala bizim əndamımızı düzəltməyə çalışır. Yəni, Desək, bilməm yerinə düşərim. əlbəttə. O boynu, buxununu, o duruşunu, oturuşunu düzəltməyə çalışır. Onlar düzələndən sonra üstünə qoyduğunuz hər libas gözəldir. Ki bunun ictimai həyatımızda nümunələrini görürük. Baxırsınız ki, adamın dini həyatı yoxdur, amma dünyanın çox gözəl insanıdır. Sizin dediyiniz mərhəmət, bağışlama hissləri var. Hər şeyə gözəl yöndən baxır. Pis olan hadisəni belə ki, Quranda da keçir, şər gördüyünüzdə xeyir var. Onu belə yaxşıya çevirmə meyli var. Bu insani keyfiyyətdir. Dinlə əlaqəsi yoxdur. Din sadəcə bunun üzərindəki axırıncı görünən bir hadisədir. Və yaxud da dülgər bir ağac materialını formaya, şəklə salır, ən son onu parıldadır, ən axırda cilasını çəkir, lakını vurur. Bəli. Ən son vurulan lak və cila dindir. İndi cilalanmayan bir taxtaya, oduna biz lak vursaq nə olur ki? Çopur codanalı bir şey ərsəyə gəlir, yəni gözəlliyi olmur. Sanki Cenab-ı Allah bizdən bunu arzu edir. İctimai həyatınızda, duruşunuzda ki, misal üçün, sidqlə bağlı, doğru sözlü olmaqla bərabər və yaxud yaxşı insanlarla bərabər olmaq namaz qıl ayətindən daha çoxdur. Bəli, bəli. Halbuki namaz İslamın şərtidir. Amma Allah Teala Quran-ı Kərimdə sadiqlərlə bərabər olun deyir. Quran ayəsindən daha çox sadiqlərlə bərabər olun. Yəni, sidqi doğru olan, gözəl düşünən, dürüst insanlarla bərabər olun. Bugün dünyamızda nəyi görürük biz? Əski olan nəyimizdir? Sidqi yoxdur insanlarda. Doğruluq yoxdur, dürüstlük yoxdur. Baxış bucaqlarımızda fərq var. İndi
Mövlana deyir, hər nə olursan ol, gəl, belə məşhur, Bəli. ona ətfə olunan bir söz var. İndi mən sənət nöqtə nəzərindən deyirəm. Bütün insanlar dinindən, məzhəbindən, irqindən, millətindən fərqli olmadan, fərq qoymadan, hamısı Allahın əsəri deyilmi? Xaliqin əsəri deyilmi? İndi hansısa insana hər hansı bir aşağılama gözündən baxılsa, sənətkarın əsərini biz aşağılamış olmuruqmu? Pisləmiş Ona olmuruqmu? biganə yanaşmış olmuruq. Olmuruqmu? Sənət nöqteyi nəzərindən deyirəm. Doğrudur. Hər hansı bir əziyyət çəkib ərsəyə gətirdiyi bir əsərə, bu nədir ki desə, xətrinə dəyməzmi? İndi loru dildə deyirəm. Sənətkarın xətrinə dəyər ki, Hörmətsizlik olar. Hörmətsizlik olar. Hörmətsizlik olar. Bu aspektdən yanaşsaq, Allahın qullarına, təkcə qulların nöqteyi nəzərindən deyil, bitən bir ağacı, bitib bir ağac. Kimin əsəridir? Allahın əsəridir. Biz onun yersiz yerə yaşatmaq naminə yox, budağını qırsaq, onun sahibinə hörmətsizlik deyilmi? Doğrudur. İslam bu nöqtələri üzə çıxardır insanda. Həssas yeriməyi, ki ayağının altındakı heyvanatı əzmə, qarışqadır digər məxluqlardan, insanı incitmə, özünə, ailənə, xalqına faydalı ol. Sənə aid olmayan işlərə girişib, körlama nədirsə də olduğun yerdə, hər kimin, öz işinə, peşəsinə görə. Bunu arzu edir Allah Teala. Ondan sonra din gəlir artıq. Bəli, yəni bugün din Allahla bizim aramızda olan münasibəti necə ifadə eləyirsə, bu məsələdə nə qədər həssas olmalıyıqsa, insanlarla münasibətdə də əxlaqımıza diqqət yetirməliyik, davranışlarımıza diqqət yetirməliyik. Sağır müəllim, bəzən deyirlər ki, incəsənət qurban tələb eləyir. Bu deyimə münasibətiniz necədir? Bəzən sənət adlandırılması qeyri-mümkün olan performans da görürsünüz ki, deyir ki, nə eləyək? İncəsənət qurban tələb eləyir. Mən bu yola getməliyəm ki, sənət meydana çıxsın. Siz nə düşünürsünüz? Biz qədim dövrə aid misallar çəkirik, Elmsən müəllim. Günümüzdə demək olar ki, sənət və sənətə aid şeylər, nümunələr çox azdır. Sənət həqiqi mənada qədim dövrlərdə yaşanılıb. Fəna fi ifadəsi ki var, bir şeydə yox olma. Özün ona həsr etmək. Həsr etmək, onda yox olma. Fəda etmək. Bir dəmirçi deyək, dəmiri o dövr üçün deyirəm, əridir, dəmiri ram edir, dəmirlə həmhal olur. Dəmirin içində o yox olur. Sənət qurban tələb edirin altındakı məna budur. O adam dəmirlə məcaz mənada, dəmirlə yatıb, dəmirlə qalxır, dəmirlə danışır, dəmirlə həmsöhbətdir. Artıq dəmir onun bir parçasıdır, bir üzvü halına gəlir. Misal dəmirdən dedik. Bu nəqqaşa da aiddir. Fizika ilə məşğul olana, bioloqla məşğul olana, memarla məşğul olana da aiddir. Bəli. Hətta bizə xəttatlıqda belə bir müəllimlərimizin bir ifadəsi var idi. Gecənin bir vaxtında insanı ən dərin yuxudan qaldırıb belə sirkələyib, qələmi kağızı əlinə verib bir V hərfi, yəni vav hərfi yaz desələr, o adam o yuxulu hərfi yaza bildiyi vaxtı o artıq sənətkardır. Yuxulu. Hələ özünə gəlməyibdir, amma hərfi yaza bilir. Bu nə deməkdir? Artıq onun canına işləyibdir, hüceyrələrinə giribdir. Təsəvvür edin ki, bugün incəsənətdə, yəni dərinlik dayazlıqla elə əvəzlənib ki, yaxud incəsənət, professionallıqdan, kamillikdən o qədər uzaqlaşıb ki, divara yapışqan lentlə bənd edilmiş bananı sənət əsəri adlandırırıq və onu biz milyonların diqqətinə çatdıraraq onu şah əsəri adlandırırıq. Bax, bugün incəsənətin yaşadığı böhran bundan ibarətdir və mən fikirləşirəm ki, bugünkü kontekstdə işlənən incəsənət qurban tələb edir sözü qədər küt söz yoxdur. Heç nə insan iffətindən, əxlaqından, ləyaqətindən üstün ola bilməz. Bəli. Gözəl qəlb sahibləri
əxlaqən cılızlaşa bilməzlər. Məhz gözəl qəlb sahibləri böyük əsərlər yarada bilirlər. Zaur müəllim, müasir incəsənətdə bəzən azadlıq altında əxlaq sərhədləri aşılır. Vulqarizm və erotika mədəniyyət kimi təqdim olunur. İslam baxımından incəsənətin konsepsiyası yaxud meyarı nədir? Yəni, İslam hansı meyarlardan çıxış edir ki, müəyyən sənət əsəri incəsənət hesab olunsun, yaxud sənət hesab olunsun? Burada müəllim, bizim ən çox üstündə durduğumuz, danışdığımız mövzu xilqət mövzusudur. Yaradılış. Bugünkü terimlə, deyimlə desək, yeni bir telefonlarımızda görürük. Orada yazır ki, fabrika əyarlarına gir. Fabrika əyarlarına gir, orada düzəlt. Yəni, yenilə onu. Fabrikada necə olubsa. Axı, insanın da fabrika əyarları var. Bəli. O da xilqətdir. Ona biz ümumilikdə əxlaq deyirik. Yəni, əxlaq mı olmalıdır əsas meyar? Bəli, bəli. Əsas meyar əxlaq olmalı, xilqət olmalıdır. Əgər xilqət pozulubsa, xilqətdə pozğunluq varsa, pozğunluq yəni bayaq ki, mexanizmdəki kimi deyək. Çürümə, aşınma. O aşınma varsa, onun ərsəyə gətirdiyi, belə götürək, bir bina inşa edirik. Nəyin üstündə durmalıdır? Torpağın üstündə durmalıdır. Axı, torpaq aşınıbsa, o yükü daşıya bilməyəcək hala gəlibsə, orada tikən bina nə olacaq? Bir müddət sonra aşacaq. Yəni, Zaur müəllim, Bünövrə, bəli. İslam incəsənətində bünövrə əxlaqdır. Təşəkkür edirəm Zaur müəllim. Gəldiniz, maraqlı bir verilişin ərsəyə gəlməsində iştirak elədiniz. Mən sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mən təşəkkür edirəm. Bizə bu şəraiti, bu imkanı təqdim edənlərə ayrıca təşəkkür edirəm. Danışana deyil də, danışdırana baxsaq daha gözəl olar. Əziz tamaşaçılar, incəsənət məsələsi ciddi və mühümdür. Çünki xalqların duyğuları və vicdanı ilə əlaqəlidir. İncəsənət xalqların zövqünü, psixoloji halətlərini formalaşdırır. İncəsənət də elm kimi xeyirdə, qurub yaratmada, həm də şərdə və yıxıb dağıtmada istifadə oluna bilər. Buna görə də incəsənət konseptual olmalıdır. İncəsənətin konsepsiyası və əsas meyarı əxlaqdır. Bəli, incəsənət lazımdır. Özü də insanı əyləndirməklə yanaşı, onu mənən tərbiyə edən, estetik cəhətdən kamilləşdirən incəsənət lazımdır. Amma onun əxlaqını korlayan, onda mənəvi aşınma yaradan, pozğunluğu mədəniyyət kimi təqdim edən mədəniyyət lazım deyildir. Allaha əmanət olun.